Üzümü tuturam Azərbaycan türklərinə. Niyə yatmısınız? Qulaqlarınızı sallamışsınız, hamımız yatmışsınız. Buradan isə Əlikram Hümmətovun ardıcılları, bir tərəfdən Sadvalın ardıcılları İlham Əliyevin stolunu tərpədirlər. Gündə bir dənə video düzəldirlər, gündə bir dənə şəkil düzəldirlər, təhqirlər dalbadal. Siz də sakit oturmuşsunuz, baxırsınız, görəsən bunun axırı nə olacaq? Deyim, axırı nə olacaq? Axırı budur ki, İlhamı tərpətsinlər, qovsunlar, Azərbaycanın içinə bir dənə nifaq salsınlar. Yenə də Əlikram Hümmətovun kimi bir tərəfdən Cənub zonasını götürsünlər, bir tərəfdən bu yanı götürsünlər, bir tərəfdən erməni təzədən cumacaq, bir tərəfdən İran qalxacaq. Bunu istəyirsiniz? Siz nə gözləyirsiniz ki? Sizin vətəndaş borcunuz hanı? Ay Azərbaycan türkləri. Milli mənəviyyatınız hanı? Sizin xəbəriniz var ki, Azərbaycanın içində nifaq düşsə, qırılan kim olacaq? Ancaq Azərbaycan türkləri. Yenə də sizi qıracaqlar, məni qıracaqlar, səni qıracaqlar da yenə Azərbaycanın içində. Onlar onu istəyirlər də. İlham Əliyev saxlayıb Azərbaycanı. Böyüdür Azərbaycanı, inkişaf elətdirir. Bunlara xoşuna gəlmir, ona görə bunu edirlər. İstəyirlər onu tərpətsin. Bilirlər ki, İlham Əliyev getsə Azərbaycanı darmadağın eləyəcəklər. Naxçıvanda gedəcək. Qarabağ təzədən yenə gedəcək. Cənub bölgəsini itirəcək. Azərbaycandan heç zad qırılan da yenə deyirəm Azərbaycan türkləri. Siz, biz olub, mən olacam, sən olacaqsan. Ay Azərbaycan türkləri, niyə yatmısan? Niyə qulaq sallamısan, oturmuşsan ki, görəsən bir gün nə video çıxacaq, görəsən bir gün nə şəkil çıxacaq, nə hansı tək kül sənin bax vətəndaş mövqeyinə. Belə olmaz. Yeganə bir dənə Kamran Razmavarı gördüm ki, götürdü, dəqiq dilləndi. Nə bir dənə jurnalist dillənir, nə tarixçi dillənir, nə savadlı dillənir, nə savadsız, nə pıllı, nə kasıb. Oturmuşsunuz, fil qulağında yatmışsınız siz. Siz görmürsünüz nə edirlər? Hə? Siz bilirsiniz İlham Əliyev olmasa nə olacaq Azərbaycan? Xəbəriniz var sizin. Sizi mış kimi qıracaqlar, yenə də deyirəm. Götürün əlinizə telefon, hamınız. Heç üzünüzü göstərmək istəmirsinizsə göstərməyib də. Mən də üzümü göstərmirəm ki. Mənası da yoxdur. Söyün bu çaqqalları. Mehmanı, ondan sonra o birin, bu birin, hamısını söyün. Belə telefonu götürün əlinizə, söyün. Bax, mənə 72 demirlər, İlham Əliyev üçün dedilər 72-yəm. Məsələn, Razmavar üçün dedilər də, tərəfini saxladı, dedilər. Bax, mən 72-yəm. Mən 30 ildir Rusiyada yaşayıram. 30 ildir. Mənim Azərbaycanda heç adıma tualet də yoxdur. Mənə bir köpük verən də yoxdur. Mən, əgər Azərbaycanda bir şey olsa, mənə heç nə olmayacaq. Mən Rusiyada yaşayıram, mənim evim, eşiyim, burada özüm üçün yaşayıram. Yəni, mən bu qədər əziyyət çəkirəm, mən bu qədər inciyirəmsə, siz niyə incimirsiniz? Azərbaycanda yaşayırsınız axı. Daş düşəndə sizin başına düşəcək, mənim başıma düşməyəcək. Başa düşürsünüz, nə deyirəm sizə? Götürün bir dənə telefon əlinizə, söyün bu dəyyusları. Mənə 72 deyəcəklər, sənə 70, qoy mənə 72 desinlər. Əgər İlham Əliyevi sevirəmsə, hörmət edirəmsə, onun etdiyi əməllərin tərifləyirəmsə, Azərbaycanın xilaskarını tərifləyirəmsə, bunun üstündə mənə 72 demirlər, 95 desinlər. Nə deyirlər desinlər. Sən bir dənə 72 sözündən qorxusan ki, öz Azərbaycan torpağı, türk torpağın Azərbaycanı sən qorumaq istəmsən, hansı ki, Sadvalın, Əlikram Hümmətovun dəstəsi oyun çıxardır Azərbaycanda. Yarısı tutub İranın tərəfini, yarısı tutub kimin tərəfini. Gözün qabağında İranı söyə bilmirsən ki, basıb gözünü çıxardırlar. Azərbaycan türkü, niyə bu günə qaldın?